Sual 1. Deməli, bizə topologiya verilib və o topologiyanın hansı xüsusiyyətlərə aid olduğunu qeyd eləməyimizi istəyir. Bilirik ki, 3 dənə topologiya var. Ulduz, şin, halqa. Dərsə baxmısınızsa, ilk öncə bilməliyik ki, topologiya kompüterlərin şəbəkədə bir-biri ilə birləşmə sxemidir. Yəni, sxem dediyimiz nədir? Sxem dediyimiz hər hansısa bir, məsəl üçün, konstruktda bir əlaqə forması. A kompüteri B kompüterinə eyni bir xətt üzrə birləşirsə və yaxud C kompüterinə buna deyirik şin texnologiyası, daha doğrusu topologiyası, bir magistral. Nə bilim ABC kompüterləri bir ulduzvari formada birləşirsə buna deyirik ulduz topologiyası. Yox, bir dairə üzrə birləşirsə buna deyilir halqa topologiyası. Şəhərlərini yazmısınız? Yaxşı, mən izah edirəm, o hamı dinləyir. Birinci yazıb, hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır. Bəli, bu olacaq halqa Halqa. topologiyası. Hər bir kompüter ancaq qonşu kompüterlə bağlısa, bu halqadır. Ethernet şəbəkəsinin topologiyasıdır. Bəli, bu ulduzlu. Ethernet daha doğrusu şindir. Ethernetlə fast Ethernet hər ikisi şinə aiddir. 2-yə B. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca birləşir. Bəli, mərkəz sözü varsa görürsünüz, bu yalnız ulduza aiddir. Deməli, 3-ə də uyğundur C, daha doğrusu 1-ə C. Şəbəkə adapteri ucuzdur. Demişdik ki, bütün üzü yola olan sualların, təriflərin cavabı Çin. şindir. Şəbəkə adapteri ucuzdur. Yeni kompüterlər qoşmaq asandır və s. və ilaxır. 1-ə, daha doğrusu 2-ə olacaq D. Hər bir kompüter informasiya ötürülməsində iştirak edir. Bu da halqadır. Bəli, halqanın bu xüsusiyyətləridir. İndi burada olmayan bəzi suallara qısa və konkret şəkildə cavab verin. Ya ulduz, ya şin, ya da halqa deyin. Hansı topologiya ən etibarlı və ən dayanıqlı topologiyadır? Halqa. Ulduz. Ay Halqa. sağ ol, Halqa. Halqa. İki kabeldən ibarətdir. Bəli, çünki orada halqada biz iki kabel, yəni hər bir kompüter üçün iki kabel çəkirik və ya istifadə edirik. Bəs hansı topologiyada informasiya mübadiləsi daha sürətlidir? Halqa. Yox, Çində. ulduzda. Ulduzda. Bəli. Bu ulduzun yadınıza saxlayın ki, əsas fərqləndirici xüsusiyyətidir. Bir daha bir şey qeyd edim. İndi testlərdə ümumi sınaqların içində var idi. İşləyənlər bilir. Yəni, daha doğrusu hamı işləməli idi onu. Bilmirəm, ikinci ya üçüncü ümumi sınaqda idi. Orada qeyd olunmuş ki, ulduzun əsas fərqləndirici xüsusiyyəti. Çox tələbə gedib yazmışdı. Bütün şəbəkənin işi bir mərkəzi kompüterin asılı olması. Bu onun mənfi xüsusiyyətidir. Yadınıza saxlayın ki, hər hansısa bir qurğunun, topologiyanın, nə bilim, texnologiyanın əsas fərqləndirici xüsusiyyəti deyəndə onun üstünlüyü nəzərdə tutulur. Bəli, ona görə də ulduzda əsas fərqləndirici xüsusiyyət informasiya mübadiləsinin daha sürətli olmasıdır. Yəni bir-biri ilə daha sürətli əlaqə qurmasıdır. Bir dəqiqə üzr istəyirəm. Belə, sonra başqa nə deyirdim? Bu topologiyada dediyimiz kimi yeni kompüterlər qoşmaq asandır. Bu Çin. hansıdır? Çin. Şin. Bəli, yeni Düzdür kompüter yoldaşım. qoşmaq asandır, düzdür. Başqa nə qaldı? Qapalı rabitə xəttinə malikdir. Halqa. Halqa. Halqa informasiya ötürməsində bütün kompüterlər iştirak edir. Halqa. Halqa. Bəli. Bu qədər məlumat inanın ki, topologiya ilə bağlı kifayətdir. Qəbula da bundan artığı düşə bilməz. Bir də işçi vəziyyətdə olur deyə o Bəli, da bir də ki, hə, halqadır. şəbəkə kartı daim işçi vəziyyətdə olur, o da halqadır. Demək olar ki, ən çox məlumat halqadadır. Всё. Halqavari topologiya şəbəkələr hansı standartlar üzrə qurulmuşdur? Baxın, bunu istəyən əzbərləsin, istəyən bunu A biz variantı mı? Yox. bəli, bunu uyğunlaşdırmışıq, yox. Bunu uyğunlaşdırmışıq topologiyalara görə. Müəllim, burada 5 olmalı Burada C deyildi ki, bəndində 5 hərf varsa 825. 5 dənə. Bəli, bəli. İndi hamınız qulaq asın, əla. Baxın, əziz tələbələr, halqavari topologiyanı elə halqa sözündən tapırsınız. Halqa.
Deyəcəm bunu başqa cür necə soruşa bilərsən. Halqanın 5 hərfi var. Deməli 802.5-dir bunun standartı. Məsələn, soruşa bilər şinin standartı. 802, o özü 2-nin 3 hərfi var. 802.3. Dediyim kimi orada rəqəmlər hamısı bir-birinə oxşuyur, tapmaq olmur. Bir də ola bilər soruşsun ulduz topologiyası, yəni star topologiyasının standartı. Demişdik zarafadakı ulduz star yəni bir nömrədir. Ona görə də o da olur 802.1. Hə, bəs bunu bizə dolayı yolla soruşa bilərmi? Soruşa bilər. İnanın ki, qəbula düşsə elə düşəcək. Baxın necə soruşa bilər. Dərsə baxmısınızsa, orada qeyd eləmişəm ki, hər bir texnologiya müəyyən topologiyaya uyğundur. Məsəl üçün, Ethernetlə Fast Ethernet hansı topologiyaya uyğundur? Çin. 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 Ay sağ ol. İndi Çin. suala bax. İndi qayıdıb deyir ki, Ethernet və ya Fast Ethernet texnologiyasının standartı neçədir? O dəqiqə onu çevirirsiniz topologiyaya. Ethernet, Fast Ethernet Çindirsə, onda olur 802.3. Məsələn, token ringin standartı neçə olar sizcə? O da 5. halqaya aid. Ay sağ ol. Halqadır, Çevirsən beşdir. topologiyaya halqa. 5 hərfi var 802.5. Məsələn, Arknet eyni ilanın nə olacaq? Ulduzdur. Ulduz. Ay sağ ol. Bir. Ulduz o da olacaq Bir. 802.1. Başa düşdünüz hamınız? Bəli. Bəli. Yox. Hər iki halda deyib ki, bu sualı sizdən soruşa bilər. Topologiya çevirmədən onun cavabını tapmırsa, gətirib token ringdir, 4 hərfi var, 4 yazmırsa, bunları çaşdırmaq üçün verir. 3. Halqavari topologiyalı lokal şəbəkəyə misal göstərmək olar. Bu aydın məsələ ki, token Token ring ring. və şeydir, FDDI-dir. Bəli, 2 dənə. Ethernet, Fast Ethernet. Şimdi Enilanla da Arknet, yəni A ilə başlayanlar da olur ulduz. Deməli, bizim sürətimiz var. Hər saniyədə nə bilim indi bu 2 milyon 48 min tutaq ki, bit ötürür. Failin ötürülməsi üçün 10 saniyə vaxt tələb olunur. Failin həcmi. Biz bilirik ki, həcm bərabərdir sürət vurulsun saniyə. Bax, sizin qəbula düşəndə belə idi. Bir tərəfi belə idi. Sürət və saniyə vermişdi. Bir tərəfi də qrafika məsələsi idi. İndi biz bunu bax 2048 görürəm də burada. Baxın bu böyük ədədləri hər zaman belə ixtisar aparın. Görürsünüz burada yazıb 2048 nə olsun 2 milyondur. Bunu yazarıq 2 üstü 11 12 vuraq. 3 dənə 0 yazarıq 1000. Bir dənə də 10 var burada. Bir dənə də vurarıq bunu 10-a. Cavabı isə kilobayt ilə istəyir. Bitdən də kilobayta keçəndə bölürük 2 üstü 13-ə. 2 üstü 13. 2 üstü 12 ilə 2 üstü 13 getsə aşağıda 2 qalır. Elə bilin ki, nəysə səhv eləmədik. 211 olmalı Bu deyil. 11 deyə, hə. 11'dir. Bəli, 11-dir. Onda biz 10.000-i bölürük 2-yə, yox 4-ə. Qalır 2500. B var. Sonra bu 5 tipli suallar düşməyəcək, əmin olun. Çünki tarix tipli məlumatlar düşmür. İlk browser mozaikdir. Amma düşməyəcək, narahat olmayın. Repeater. Hə, OSI modelinin 7 səviyyəsi var. Bu atdığı Fiziki dərsdə mi? var idi, o yoxsa yox? Bəli, müəllim var idi. O var idi. Hə, müəllim. lokalla qlobalda var bu. Hə, çünki onun bir dəfə ayrı çəkmişdim, elə bildim burada da ayrıdır. 7 səviyyəsi var. Aşağı səviyyəsi fizikidir, yuxarı səviyyəsi tətbiqidir. Yəni elə oradan problemimiz varsa dərsə baxsaz diqqətlə heç bir problemimiz qalmayacaq. Repeater və repeaterlə yanaşı bir dənə də mənfi xüsusiyyətli qurğumuz var idi. Hansı idi? Hub. 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 Bəli, bu mənfi xüsusiyyətli qurğular səviyyədə. hər ikisi işləyir ən aşağı səviyyədə. Disk. Çünki özlərinin göstəriciləri ancaq mənfi hallar üçündür, işlədiyi yerlərdə ən aşağıdır, fizikidir, bəli. Bəs mənə deyin görüm, körpü hansı səviyyədə işləyirdi? Kanal. Kanalda. Bəli. Bəs şluz? O da kanal ekləyir. Bəli, yox, şluz bütün Şluz. səviyyələr üçündür. Amma durub, Amma kanalda əsas. bəli, durub Tamam. soruşsalar hansı səviyyənin qurğusudur, O yazarsınız da kanal. kanal. Bəli, körpüdür, şluzdur. Bu fikir verin, normal həyatda da belədir də. Körpüdür, şluzdur, kanalın üstündən körpü qururuq, kanala şluz atırıq və s. Belə. Bir dənə də sual verəcəm. Bəs şluzun tərifi nədir? Keçən ilin qəbul sualı bax bu. Lokalı qlobala çevirirdi. Başqa?
Əsas tərifi budur ki, Kompüter şəbəkələri Müxtəlif arasında bəli, topologiyalı müxtəlif müxtəlif şəbəkələr. kompüter şəbəkələr arasında əlaqə yaradır. Bəli. Və yadda saxlayın ki, müxtəlif kompüter şəbəkələr arasında əlaqə yaradır. Və yaxud lokal şəbəkəni qlobala çıxarır. Marşrutlaşdırıcının demişik ki, bax keçən dəfə dedik, bu 3 dənə şısı Şəbəkə. vermir şəbəkə. uzağa yaradır. Bəli. Marşrutlaşdırıcı. Görürsünüz, şılar bizi aparır şəbəkə səviyyəsinə. Şu. Hansı variantda Ethernet-in xarakteristikası verilir? Burada onsuz bir dənə cavab var. Ethernet-in şindir. Koaksial kabel və sürətdə 10-dur. Bəs fast Ethernet-in sürəti neçə idi? Üstün. 100. 100 megabit. Bəli, fast Ethernet 100-dür. 100 megabit. Yazacaqsan ki, sürəti megabitlə ölçürük. O modemin sürətidir, baudla ölçdüyümüz. Amma belə Adında F internetin... olanlar 100-dür də. Nə? Hə, F Adında olanlar F 100-dür, bəli. FDDI-dir, nə bilim, fast Ethernet-dir. Hə, bax bu sualı həll eləyəcəm. Çünki qəbula bu tipli öz görürsüz. Hər dəfə bir dənə sualı verirlər. Ya bir tərəfi sürət, bax sizin hesablamanız təxmini belə bir şey idi qəbula düşən. Ona görə mən bundan bir neçəsini yazmışdım xatırlayırsınızsa. Çünki hər dəfə də gözlənilir və hər dəfə də haqlı çıxıram. Daha doğrusu mən haqlı çıxmıram. Prosta proqram elədi. Durub mən burada yalandan deyirəm ki, mən dedim deyə ora düşdü. Baxın. Bunun birinci tərəfi hər zaman verilir. 32 vurulsun 16, bu 100% veriləcək. Sizdə bax bu verilməmişdi. Baba bu. Özə cavabı desin 256 idi, yoxsa mən səhv salırım? 156 idi, 2 üstü Hə, 8. bax təxmini elə bir şey idi. Baxın, sizdə nə vermişdi? Sizdə bunu vermişdi. Bunu vermişdi. 1 kilobit. Bir dənə də saniyəni vermişdi. Sizə verməmişdi, elə bir ki, bu dediyim kimi bunu. İndi bax biz nə etməliyik? Heç nə. Birinci bunu həll edirik. Hər şey var da burada. 32 2 üstü 5'dir. 16 2 üstü 4'dür. 256 rəngli deyəndə özünə vurur, yoxsa üstünə? Üstünə. Ay, sağ ol. Rəngli deyəndə üstünə vuruq. Yəni 2 üstü 8'dir bu. 8'ə vururuq da. 8 də 2 üstü 3 yazırıq ki, rahat olsun. İndi üstündən götürmüşəmsə bu bitdi, bayıtdır. Bit. Bəli, 2-nin başına həmişə bit düşür deyirik. Bu oldu bizim həcm. İndi nə qədər eləyirik ki, hesablaya da bilərik bunu. 2 üstü 12 bit. 2 üstü 12 bit. 50% artır. Bax, bunu keçən dəfə də biraz mübahisə elədik sizlə. Bir şey 50% artanda onu 2-də 3-ə vura bilərik. Düzdürmü, yoxsa səhvdirmi? Düzdür. Ay, bəli. Elə bil ki, məsəl üçün özü 100%dir. Bir 50% də artanda olur 150%. Yəni bu %150 deməkdir. Bunu bilsəz sizə həyatda da kömək eləyə bilər. Məsələn, bir şey 20% artanda sizcə onu neçədə neçəyə vurmaq məsləhətdir? 5də 1-ə. 5-də 1-ə yox. 5-ə. 5-də 6-ya. Çünki Ha. %120 olacaq axı. Hər tərəfin 20-yə hissəsi qalır 5-də 6. Məsələn, bir şey 40% artırsa, onu neçədə neçəyə vurmaq məsləhətdir? 5-də 2-yə. 5-də 7-yə. 7-yə mi? 140 bölünsün 100 olur da. Artırırsınız, əksiniz 13 azaldırsınız. səfər da. Bəli, bəli. Elə bil ki, onu bax bu artan nədirsə, neçə faiz artıbsa, onunla 100-ü ixtisar aparın. Məsələn, 5-də 2-ni düz tapmısınız əslində. 5-də 2 prosta orada bir dənə 5-də 5. Buna da gəlməliydim. Bəli, üstə gəlməz. Ona görə mən bunu birbaşa 2-də 3-ə vura bilərəm. Çünki 50% artıb. İndi vəsə, həcmimi tapdım, onu 50%-ə artırdım. Sadəcə nə deyibsə onu eləmişəm bura qədər. Sonra nə deyir? Biz həcm tapdıq ha, V. İndi həcm də var, sürət də var. Saniyə necə taparıq? Həcmi sürətə bölərik. Ay, sağ ol. Həcmi sürətə bölərik. 1 kilobiti nəyə çevirməliyik? Bitə. Çünki aşağı bitlə daxil. 1 kilobit eləyir 2 üstünə qədər 10. Yox, hə, bunu buna böldük biz. Elə bilin ki, burada ixtisar aparsaq 2 ilə bunu, qalır 2 üstü 11, vurulsun 3, bölünsün 2 üstü 10. Bu 1 kilobitə böldüm. Bunlar getsə 2 qalır, 2-ni də 3-ə vuranda eləyir 6. Aydın oldu. Bir daha qısa ümumi izah edeyim, baxın. Bu hissə və bu hissə qrafik redaktorların hesablamasıdır. Yeni etsinə yoxdur.
2 üstü 5'i 2 üstü 4'e vurub, onu da vurub, bunun üstündən götürdüyümüz 8-ə. Həcmi tapdıq 2 üstü 12 bit. Baba budur həcm 2 üstü 12. Yəni bu birinci hissənin cavabı budur. Sonra keçdim ikinci hissəni həll elədim. İkinci hissədə də 50% artımı 2-də 3 kimi qeyd elədim. Aha, budur. Yenə həcmi tapıram. Bayaqdan da həcm eydi onsuz, yenə həcmdir. Sonra o həcmi, bax bunu götürdüm, böldüm, heç nə 1 kilobitə. Cavabı da tapdım 6 saniyə. Все. Bunlardan dediyim kimi izah eləmirəm, çünki hamısı eyni şeylərdir. Sadəcə olaraq özü də görürsünüz, qəbula bu tipli sual bir dənə düşür. İndi bu tipli suallarla da mütləq şəkildə qrafikada işləyəcək. Bu ağırlığında düşən deyil. Bu çox ağırdır artıq. Əsas biz lokalın dərsini öyrənməli. Hə, bax 13-cü sual xatırlayırsınızsa yazmışdıq. Birini də yazım. Əsl elə qəbul tipli sualdır. Bax bu. Burada cavab əslində vermir bizə. Cavabları seçməliyik. Deməli, bunu uyğunlaşdıraq. Yenə rəngli deyirsə, ümumiyyətlə yadınızda saxlayın ki, bax, bunu bəlkə də başa düşmədən yazıb. Nə oldu buna? Bir dəqiqə, hə. Bunu bəlkə də başa düşmədən yazırıq. Bax, nə deməkdir bu? Baxın, elə bilin ki, biz, bax, burada bir dənə dovuşan şəkli var. Məsəl üçün, adam şəkli var. Belə bir şəkil var. Bu şəklin burasında olan nöqtələrin sayı var. Buna bir A deyirəm. Bir də burasında olan nöqtələrin sayı var. Yəni hündürlüyünə buna da B deyirəm. A-nı B-yə vuranda sizcə biz bütün nöqtələrin nəyini tapırıq? Sahəsini. Sayını. Sayın. Sahəsi ilə sayı deməkdir. Bəli. Və elə bilin ki, burada da müəyyən qədər nöqtə var, o A-dır. Burada da müəyyən qədər nöqtə var, o B-dir. A-nı B-yə vurursunuz. Bu kvadratın sahəsi demək, burada olan nöqtələrin sayı deməkdir. Bütün nöqtələrin sayını tapandan sonra onu vurursunuz bir dənə nöqtənin tutduğu yerə, yəni M bitə. Məsəl üçün, sən tutaq ki, deyirəm, 10 metr uzunluğunda 5 metr enində taxta almısan, ümumi 50 metr taxta almısan, taxtanın da qiyməti 3 manatdır. Səncə nə qədər pul ödəməlisən? Kvadratı 50 vurulsun 3, 150. Bu da onun kimidir. Bütün nöqtələrin sayını tapandan sonra onu da bir nöqtənin tutduğu yerə vurursunuz, tapırsınız həcmi. İndi gör nə deyir? Deyir ki, 65536 rəngli deyirsə, özünə vurmalı, yoxsa üstünə? Üstünə. Üstünə. Yəni sanki biz bu A vurulsun B-ni vururuq. 65536 216-dır. Vuruq 16 bitə. Bərabər eləməlidir həcmə. Bizə həcmi burada dolayı yolla verib. Sürəti də verib, saniyəni də verib. Həcmi necə tapırıq? 32 Sürət böləcək. vurulsun B saniyə. bərabərdir S bölünsün T. Bəli, 4 vura 32 kilobit. Yəni 4 32-yə vuranda elə 128, yəni 207 kilobit. İndi mən A vuraq B-ni tapmaq üçün V-ni tapdıq. 207 kilobiti nəyə böləsiniz? 16. 16-ya. Bölürəm 204-ə. Bunlar ixtisar getsə, qalır 203. 8. 1 kilobitdə 210-dur. Eləyir 213. A vurulsun B-ni və A vurulsun B-ni. Tapdım 213. 213 neçə eləyir? 8192-də yoxsa 2048 4000, hə 8192. A vurulsun B nəsə 213-dür. İndi sizcə həmin qrafik faylın tutaq ki, biz bir ölçüsünü tapmışıq. Məsəl üçün deyirəm. Və yaxud həmin qrafik faylın ixtiyari ya A-sı ya B-si 213-dən böyük eləməlidir, yoxsa balaca eləməlidir? Balaca. Balaca eləməlidir. Nətər bundan böyük eləyə bilər? Baxın, əziz tələbələr, A vurulsun B-nin qiyməti 100% əminlik ki, natural ədədlərdir. A vurulsun B 10-dursa, ya A, ya B A-dan böyük eləməlidir, yoxsa kiçik eləməlidir? Kiçik. Kiçik eləməlidir ki, bunların hansıdır? Orada bir yoxdur da, problem var. Məsələn, deyə bilərsiniz, bir ola bilər. Bu məntiq deyil. Qrafikada bir dənə nöqtə götürmürlər. Yəni, A-nı B-yə vurmusansa, cavab 10 eləyibsə, ya A, ya B 100 var ki, ondan kiçikdir. Bəlkə də hər ikisi də kiçikdir. Ona görə sizin tapdığınız cavabınız 213-dən kiçik olmalıdır. Bu da hansıdır? Biri 1-dir, biri 2-dir, biri də nədir? 6. Cavab iyi var. Mən bir söz deyə bilərəm. Buyur. S bölünsün T 32-ni 4-ə bölməli deyil deyib. Yox, S vurulsun.
Yox, yox, o sürətdir, mələk. 32 sürətdir. Hə deməm Sürəti S32. saniyəyə həmişə vururlar. Mən V bərabər S bölünsün T düsturu deyil. V bərabərdir S bölünsün T-dirsə S bərabərdir nədir? V vurulsun T deyil. Hə mən V ilə S qatışdırdım. Hə, yadımdan çıxıb bildim. Hə, Ben sürət vurulsun saniyədir. Bildim. 213'ten sonra neyinədik? 213-dən sonra heç eləmədik Məhəmməd. 213 tapmadın. Bəli. Cavablar 213-dən kiçik eləməlidir hamısı. Tamam. Bax, bunlar hamısı 213-dən böyükdür. Bu 214-dür, bu 216-dır, bu 216-dan da böyükdür. Amma yerdə Mən qalanlar bəs 213-dən nə kiçikdir. vaxt hansı şərtlə biz böyük götürə Yox, bilərik? böyük götürmə şərti ola bilməz. Desəd ki, ödəməsin məsəl üçün. Hə, bildim. Və bu sual maraqlıdır, dediyim kimi düşə bilər. İndi bundan biri də var. Qabağımıza çıxsa yerinə yetirərik. Hesablamaların hamısını keçirəm, dediyim kimi hesablamalar lazım deyil. Lazımdır, amma bu mövzunun elementi deyil. Hansı doğrudur? 17-yə baxaq. Serverin kompüterlər toplusuna interfeys deyilir. Təbii ki, xeyr. İnterfeys sözü əlaqə deməkdir. Biz bilirsiniz, bir sistem interfeysi tanıyırıq, bir proqram interfeysi var, bir istifadəçi interfeysi var. Transfer şəbəkə segmentlərini birləşdirən qrupudur. Necə? Mən bir də demişdik ki, istifadəçi interfeysində istifadəçi ilə kompüter arasında olur. Ay, sağ ol, bəli. Sonra transfer şəbəkə segmentlərini birləşdirən qrupudur. Xeyr. Transfer nazik kabelə qoşur, yoxsa yoğun? Yoğun. Yoğun. Nazikə qoşan nə idi? Konnektor. Bəli, bayaqca saxlayın. İşçi stansiyanı yoğun koaksial kabelə qoşan transferdir. Amma nazik kabelə qoşan bu K-dan yadda saxlamışdır. Konnektordur. Bəli. Bir modalı optik lifli kabel ucuz və aşağı keyfiyyətlidir. Xeyr. Bahalıdır. Ay, sağ ol. Bahalıdır müəllim. Bir modalı və çox modalı hansı kabelin növüdür? Optik. Optikin növüdür. Bəli. Fiber optik. Cəryanı. Baxın, əzbərləmədən yadda belə saxlayın ki, bir modalıda adı üstündə işıq şüaları bir xətt üzrə gedir. Yəni hamı öz yolun gedir. Amma çox modalda hərəsi bir tərəfə gedir. Yəni kim necə gəldi gedir. Ona görə də çox modalda toqquşma da çox olur. Yəni belə çıxır ki, bu kabel göstərdiyi xidmətə görə bir modaldan daha zəifdir. Ona görə bir modalı daha bahadır, çox modalı daha ucuzdur. Yəni adam düşünür ki, yəqin çox modalı baha olar. Xeyr, əksinədir. Moda anlayışı kabelin daxilində işıq şüalarının yayılması rejimidir. Bəli. Ona görə bir modalla bir xətt üzrə, çox modalla bir neçə xətt üzrədir. Düzdür. D variantı bax işıq şüalarının yayılmasını əks etdirir. Körpü müxtəlif topologiyalı, müxtəlif protokolludur. Eyni protokoldur Bu müəllim. marşrutlar. Eyni. Eyni protokol olurdu. Müxtəlif topologiyalı M, müxtəlif protokollu M. Bu marşrutlaşdırıcıdır. Marşrutlayıcıdır. Amma müxtəlif topologiyalı, eyni protokollu bu körpüdür. Bu marşrutlaşdırıcı. Prosta müxtəlif eyni olanda nə olur? Körpü. Körpü olur. MY körpüdür. MM və marşrutlaşdırıcı. Bir də nəsə deyəcəkdim, buradan yadımdan çıxdı. Hə. Kolliziya nədir bəs şəbəkədə kolliziya? Toqquşma. Bunların Toqquşma. Ay, sağ ol. İşıq şüalarının Optik alım. toqquşması. Onun başqa adı da var, konflikt deyil. Bəli, münaqişə. Toqquşma zamanı nə baş verir şəbəkədə? İtmə olur. Da müvəqqəti. Ay, Ötürülmə sağ ol. pozulur. İnformasiya Müvəqqəti ötürülməsi dayanır. müvəqqəti dayandırılır. dayanır. Düzdür, düzdür. İndi dedik ki, körpü OCI-nin hansı səviyyəsindədir? Fiziki. Kanal. Kanal. Kanal səviyyəsində. Bəli, da bunlar. Marşrutlayıcıdır şəbəkədə. düzdür. Bəs SMTP IMAP nə deməkdir? SMTP. Elektron post. Onlar ən yuxarı Elektron poçtu müəllim olar. Bəli, SMTP-dir, IMAP-dır. Bir də pop 3-dür. İməklə pop 3 qəbul edir. SMTP göndərir. O birlər IMAP-la qəbul pop üç qəbul edir. Bəli, elektron poçt proqramları tətbiqi proqramlar olduğu kimi, bax oradan yadda saxlayın. Elektron poçt protokolları da tətbiqi səviyyədə işləyir. Tətbiqi səviyyədə başqa da protokol var idi. FTP, bir də HTTP. Bunlar da ən yuxarı səviyyənin protokollarıdır. Bəs OCI-nin hansı, çünki burada OCI-dən çox sual yoxdur, ona görə soruşuram. Bəs OCI-nin hansı səviyyəsi idi ki,
Orada qarşılıqlı əlaqə yoxlanırdı. Seans. Seansda. Bəli. Əlaqə deyən kimi ağlımıza deyirdi ki, psixoloq seansı gəlir. Yok. Bəs hansı səviyyəsi idi ki, orada aktiv tərəfin qeyd olunması? Yenə Yenə seans. seans. Seansdır. Yuxarı və aşağı səviyyələr arasındakı əlaqə. Seans. Seans. Baxın, əgər cavablarda seans yoxdursa, kanal da götürə bilərsiniz. Amma 100% cavab seansdır. İndi işlə birdən o biz necə bir sual tipidir bu. Deyir, məsəl üçün Excel-də bərabər olmasa plus götürün. Yəni 0,1 ehtimalda belə bir şey. Yəni 100% seans olacaq. İstər bu, istər o bərabər söhbəti. Bir daha deyirəm, əgər yuxarı və aşağı səviyyələr desə, cavablarda seans olmasa, kanal götürə bilərsiniz. Amma o da ki, dediyim kimi, o tipdə sizə düşmür. Bir də ki, bir səviyyəsi var idi, orada səhvlər haqqında xəbərdarlıq olunurdu. Kanal. Kanal. Bir də var idi, səhvlərin müəyyən Tətbiqi. olunması. Aşkar Bəli. edilirdi. Deyirdik ki, xəbərdarlıq aşağı səviyyədə olur, kanalda. Amma səhvləri müəyyən etmək yuxarı səviyyə. 7-ci səviyyə. Düzdür. Bəs hansı səviyyə idi ki, sintaksis səhvləri yoxlanırdı? Nümayişdə təqdim etmək. Bəli, sintaksis, nümayiş. Sonluğuna yadda saxlayırdıq. Semantikadakı tətbiq. Tətbiqi. Tətbiqi. Təsbiqi. Verilənlərin tamlığı da var. Bəli, bəs verilənlərin ümumi formata çevrilməsi hara idi? Format. Fiziki idi. Nümayiş, təqdimat səviyyəsi. O formatı elə təqdimat hazırlamaqdan yadda saxlayın. Təqdimat hazırlayanda format verdik, format düzəldirik və s. Nümayişdə necə dediniz? Nə? Nümayiş, sintaksis. Onu deyirsən? Yox, axırıncı dedinizə bilmədik onu. Nə dediniz onu? Ümumi formata çevrilmə. Hı. Verilənlərin ümumi formata çevrilməsi. Yəni hazırlanır da sənin üçün. Hazır edilir ki, tətbiqi səviyyə ötürülsün. 19-u keçdi, 20. Hansı elektrik şəbəkəsinin dayanıqlı işləməsini təmin edir? UPS. Nə idi UPS? Unit Power. Dərcinlik mənbəyi, power, yəni yəni enerjinin generatorun təmin olunması. vəzifəsini görür. Bəli. Elə bilin ki, Müvəqqəti enerji ilə təmin eləyirdi. düzdür. Elektrik enerjisi qəfilkəsizlikdə kompüter bu qurğu vasitəsilə işləyir və orada olan informasiyaların itməməsini təmin edir. Müvəqqətidir. Bəli, durub buna da illərlə kompüter işlətmək olmaz. Dediyim kimi, o Power Bankın biraz daha böyük versiyasıdır, elə bilin. Terminatorun nə özəlliyi var idi ki? Açıq kabel Açıq demək. ötürülər idi. Bir də rezistor kimi istifadə olunurdu. Yəni Ay, torpaqlanma sağ ol. kimi istifadə olunanda Bəli. enerji itmirdi. Deməli, işin topologiyasında biz kabelin ucunu gətiririk, məsəl üçün qalır açıq. Buradan da enerji çölə axır. Bunun baş verməməsi üçün biz bura terminator birləşdiririk ki, həmin o kabelin daxilində olan enerjinin itib getməsini təmin etsin. Yəni itib getməməsini təmin etsin. Yəni Və torpaqlama buna görə deyilir. Transfer dediyi işçi stansiyanı yoğun koaksial kabelə qoşur. Modem telefon xətti vasitəsilə internetə təmin Modulyatorla edən demodulyator demiş. bəli, qurğudur. Həm giriş, həm çıxış qurğusudur. Neçə vaxt bax bu sualı vermirəm. Əgər modem informasiyanı rəqəmsaldan analoqa çevrilirsə, buna nə demişdik? Xaric etmə. Modulyasiya. Modulyasiya. Analoqdan rəqəmsala çevirirsə, Demodulyasiya. rəqəmsaldan analoqa çevirmək çıxışdır, girişdir. Çıxış xaric edir. Çıxır, xaric edir. Bəlkə də bilməyənlər var, biz bunu əzbərləmirik. Bunu da başa düşürük. Çünki əzbərləməklə çox qabağa getmək olmur təəssüf ki. Baxın, rəqəmsal informasiya kompüterin içindədir, kompüter. Analoq informasiya çöldəkidir. Ona görə rəqəmsaldan analoqa çıxmaq, yəni kompüterdən çölə çıxmaqdır. Bu olur çıxış. Analoq təbiətdəki informasiyadır, rəqəmsal kompüterdə. İndi təbiətdən kompüterə girmək olur daxil etmə. Elə analoqdan rəqəmsala demodulyasiyanı daxil etmə kimi yadda saxlaya bilərsiniz. Elə bu D sizin köməyinizə çata bilər. Segmentdə kompüter şəbəkəsində iki kompüter arasında qalan kabelə deyilir. İki kompüter arasında qalan hissəyə deyilir. Segment. O həndəsə də var, segment, sektor söhbəti. Hissə, parça, bu kimi sözləri görsəz, birincisi cavab segment. Sektor yox ha, sektor əməliyyat sistemi dərsində. Burada segment var. Hansı doğrudur? İşçi stansiya birbaşa şəbəkə kabelinə qoşulmuş olarsa, bu cür işçi stansiya broadcast deyilir. Bu nə cümlədir? Belə heç cümlə yoxdur. Broadcast nə idi?
Birin çoxu Şəbəkə olan birləşməsi. yaymaq Bəli. üçün. Aysa eyni anda bütün kompüterlərə informasiya ötürmək. Kim deyər bu hansı topologiyada mümkündür? Ulduzdan mı? Ulduzda Ulduzda var. mümkündür. Bəli. Bax, bəzi suallar var ki, onları özüm fikirləşirəm. Hal-hazırda yoxdur elə bir sual tipi əslində. Bu birdən düşə bilər. Eyni anda bütün kompüterlərə informasiya ötürmək broadcastingdir. Ünvan tanımırdı. Bunu eləyən hansı qrup idi? Hub. Hub. Bəli, ünvan tanımırdı. Bəli, bu ola bilər ulduzda. İnformasiya ötürmə mühiti dedikdə kompüterlər arası informasiya mübadiləsinin sürəti başa düşülmür. Xeyr, kabellər əsasən başa Bəli. düşülürdü. İnformasiya ötürmə mühiti üç cürdür. O kabellərdir. Optik, koaksial və burulmuş. Bu da səhvdir. Lokal şəbəkədə kompüterlər serverlərə və işçi stansiyalara bölünür. Bəli, düz Düzdür. budur. İşçi stansiya daha az belə deyək, tələbata ehtiyac duyur, amma serverlər daha güclü olmalıdır. İşte serverlə bağlı bir iki dənə sual verim. Sizcə server kompüterin yaddaşı çox olsa yaxşı olar, Yaddaşı. yoxsa Yaddaşı. qrafik imkanları? Yaddaşı. Yaddaşı. Çünki Hayır, qrafik yaddaşı. imkanı bizə lazım deyil. Düzdür. Yəni biz orada məlumat saxlayırıq. Bəli. Səsləndirmə vasitələri güclü olsa yaxşı olar, yoxsa əlaqə vasitələri? Əlaqə. Bəli, bax bu 2020-nin deyəsən qəbul sualı idi. Həm yaddaşı güclü olmalıdır, həm də əlaqəsi güclü olmalı. Yerdə qalan heç biri bizə maraqlı deyil. Kompüter şəbəkələrində 6 növ yox, 3 növ kabel var. Ekranlaşmış kabellər zəif qorunmur, əksinə güclü qorunur. Ekranlaşmamış zəif qorunur. Bu nəyin növüdür? Burulmuş cüt kabel. Burulmuşun. Başqa o burulmuşa nə deyilir? UTP. O tepe. Bəli. UTP burulmuş kabel deməkdir. 22 lazım deyil. Əllərinə keçib atıblar bura elə bir həftə bitər. Hansı yanlışdır? Fiberoptik kabel ancaq halqavari və ulduzvari topologiyalarda istifadə Mən bir söz olunur. deyə bilərəm. Buyur. Bu lokal şəbəkələrdə biz deməmişdik, server, işçi stansiya, sonra interfeys kartları, sonra kabellərdə. Onlar şəbəkə qurmaq üçün lazım olan minimal tələblərdir. Onda serverlə işçi stansiyanı kim götürür? Niyə ayırdınız? Orada gör nə deyir? Deyir ki, lokal şəbəkədə kompüterlər iki yerə bölünür. Ya serverdir, ya da ki sıradan kompüterdir. Hə, Yəni işçi stansiyalardır. bildim. Belə, fiberoptik kabellər ancaq halqavarda istifadə olunur. Bu səhvdir. Ancaq halqavarda istifadə olunmur. Elə səhv budur. 23 A variantı. Lokal şəbəkənin idarə edilməsini təmin edən proqramlar kompleksinə şəbəkə proqram təminatı deyilir. Düzdür. Şin topologiyasının ulduz topologiyasına nisbətən üstünlüyü etibarlılığının yüksək olmasıdır. Sizcə niyə görə şin ulduzdan üstündür? Çünki Çünki ulduz digər pozlanır, başqası pozulmur. Bəli, çünki ulduzda bütün kompüterlər bir kompüterdən asılıdır. Biri getsə, hamısı gedir. Bu da düzdür. Bax, görürsünüz, burada düz yazıb. Bir modalı kabel bahalıdır. Ona görə ki, şüalar eyni yolu keçir, eyni anda qəbul ediciyə çatır. Təhrif olunmur, yəni yolda dəyişdirilmir. Təhrif dəyişdirilmiş deməkdir. Bəli, burada B, C, D, Y hamısı düzdür. Y yoxdur, görə Y var. Halqavari topologiyada hər bir kompüter məlumat göndərə bilməsi üçün ona müəyyən bir vaxt verilir. Bəli, bu da düzdür. Hansı lokal şəbəkədə, bunu deyirdim, baxın, iki kompüter və ya qurğu arasında qalan parçadır. Segment. Bəli. Şəbəkə qovşaqlarının birləşmə sxemi. Dərsə bundan başladım, bax indi. Sxem nədir? Topologiya. Şin, ulduz, halda. Daha sonra... Mən bir söz deyə bilərəm. Buyur. Biz etibarlılıq deyəndə şin də elə etibarlıdır, ulduz da yəni etibarlı kimi götürülür də. Onu nəyə əsasən bir-birindən fərqləndiririk ki, ulduz şindən daha etibarlı? Onun etibarlığı bir-birinə nisbətən ona görə fərqlidir ki, mələk bax, şin topologiyasında bir dənə kabel var. Bütün kompüterlər bu kabelə birləşib. Bəli. Burada bir kompüterin sıradan çıxması başqa kompüterlərin işinə təsir göstərmir. Amma ulduzda bir dənəsi hamısının belə də ağasıdır. O ağanı sıradan çıxartdı, bütün kompüterə qalıb başsız. Bu da onun etibarlılığını azaltmır. Azalır da. O da onu dedi. Deyirdi ki, şin ulduzdan daha etibarlıdır. Hə, başa düşdüm. Orada elə deyil.
Bildim. OCI modelinin səviyyələri hansı variantda düzgün verilmişdir? Fiziki kanal şəbəkə. Neyse fiziki kanal şəbəkə. Sizə bu aşağıdan yuxarıdır, yoxsa yuxarıdan aşağıdır? Aşağıdan Yuxarıdan yuxarı. Aşağıdan yuxarı. Aşağıdan yuxarı. Aşağıdan Bəli. yuxarı. Ha, bu 30-cu sual sadə olsa da biraz çətindir. Hadi yox, asan bir şeydir. Kilobitdən kilobayta necə keçərik? 210 bölür. 100 Sizdə. bitdən Kilobiti bayta. ayırırıq müəllim parçalara. 1 bitdən bayta. Ay sağ ol. Bax kilodan birincidən birinciyə. Müəllim, Gecədən kilobitdən gecəyə. birinci bitə çevirdik. Sonra bitdən də ki kilobayta. Ay yox, neysən. Baxın qulaq asın. Kilodan kiloya keçirsiniz. Birincini birinciyə keçirsiniz. Heç nə eləmirsiniz. Yoxsa kilodur ikisi də. İkincində ikinciyə keçirirsiniz. Bitdən bayta keçəndə nəyə bölürük? 8-ə bölürük. Bitdən bayta. Neysə, böldü 8, cavab verdi 9. Başa düşdünüz? Bu qədər sadə. İndi bax burada da 32-ni yazıram 2/5 megabaytdan kiloya keçirəm. Birincidən birinciyə. Neçəyə vururam və ya bölürəm? 210-a vururuq. Ay, sağ ol. 200 ona vururuq megadan kiloya. Amma bitdən bitə heç nə eləmirsiniz. 200/5, 210, eləyir 215. BPS var, bit də var. Düsturumuz bit. necə idi? BPS bərabərdir, bod Bot vur bit. vurulsun bit. Heç indi BPS-i bölürsünüz bitə. 3200-ü bölürsünüz 5-ə, 600 40. 640. Hə, mən nə döndüm? 8 megabit neçə bitdir? Bu necə yazarıq? 220'ye vururuq da elə. 223 edir. 26'da bunlar verdim. gedir. 26. Bitlər gedir, bax bitlər gedir, qalır mega. Megada 220-dir. Bu da 203, eləyir 223. 31 nədir ki, 31-ə baxaq. 31-də bunu 24 bitə vurarsınız. True kale deyəndə 24-ə vurursunuz. Elə ki 4-ü vurursunuz 64-ə, 10 da vurursunuz 24 bitə, sonra da bölürsünüz 8 kilobitə. Çünki siz burada 4-ü 64-ə, 10 da 24 bitə vuranda bu qalır. Buna ehtiyac yoxdur. Həcmi tapırsınız, onu da sonra bölürsünüz 8 kilobitə, yəni həcmi sürətə bölüb saniyəni tapırsınız. Hesablamaları yazmıram, çünki ümumi sınavların içində çıxacaq qabağımıza lazım olanlar. Yenə 2 kilobit neçə bitdir? Bitlər gedir, qalır 2 kilo. Kilo 210-dur, bu da 201, eləyir 211. Bizə bax bu suallar lazım. Özü də görürüz, qəbula düşür OCI-nin səviyyəsi, nə bilim rotor nədir və s. nədir. 100%-dəki düşəcək yenə. Elə bax bu quiz işləsəz bəsinizdir. Elə buradan düşmüşdü bu keçən dəfə. Burada deyir ki, fiber optik kabelin növləri. Bir modalı, bir də çox Modalı, modalı. çox Modalı, modalı. 3-6. Bir modalı, çox modalı. Bəs yoğun bu aydın məsələdə nazik qalın da nəyin növüdür? Koaksialın. Hansı kabel növü idi ki, təkrarlayıcıdan istifadə etmədən uzağa Koaksial. informasiya ötürür? Koaksial. Koaksial. Ay sağ olun, bəli, koaksial. Keçdik 43-ə. Halqa topologiyasına aid müsbət cəhətlər. Müsbət A, burada hər bir cəhəti yazıblar. Şəbəkə adaptörü daimiçi vəziyyətdə olmalıdır. Sizcə bu yaxşı bir şeydir? Xeyr. Deyil. Çünki enerjiyə biz qənaət eləmiş olmuruq ki, enerji sərfiyyatı gedir burada. Bu halqa bir daha deyim, hamısı halqa topologiyasına aiddir. Sadəcə olaraq müsbəti seçməlisən. Niyə görə bu mənfidir? Çünki enerji sərfiyyatı dünyada bir nömrəli belə deyək problemdir. Daim işçi vəziyyətdə olması demək ki, bizim enerjimiz gedir. Ona görə bu mənfi xüsusiyyətdir. Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır. Bu bilirsiniz nəyə belə deyək? Adapterlə bağlı deyildi müəllim. Bu zəmin nəyə zəmin yaradır? Elə bilin ki, məsəl üçün bir kompüter sıradan çıxarsa, zərəri yalnız yanındakı kompüterə verəcək. Bəli, bu müsbət keyfiyyətdir ona görə. Həm də burada deyək ki, yalnız qonşu kompüterlə bağlıdır. Hər bir kompüter informasiya ötürməsində iştirak edir. Mənfi. Bu mənfidir. Mənfidir. Çünki biz Mənfi. burada artıq məxfiliyi pozuruq. Çünki mən bəlkə istəmirəm heç sən mənim məlumatlarımı görəsən, amma başdakı kompüterə göndərəndə sənin də kompüterində bunu keçəcək. Yəni onu görərsən. Bu Mən mənfidir. bu hubdur. Hubun Yox, tərifi. yox, yox.
O hab olurdu şeydə, ulduzda. Hab ancaq ulduzda olur. Bu dairəvidə sadəcə özünün xüsusiyyəti budur ki, hamısına dəyə-dəyə gedir bilmir. Mən çünki Havda da deyirdi ki, nə portların Hə, qoşulmamış deyirdik, qurumlar amma o hamısı eyni şeydədir, teması. ulduza aiddir. Hab ulduz Bildim. topologiyasından. Kompüterlərə məlumat göndərilməsi üçün müəyyən vaxt verilir. Yaxşı. Yaxşı bir şeydir, bəli, müsbətdir. Yəni belə deyək, çox sıxmırlar da səni vaxt verirlər ki, yəni rahat ol. Bir kompüterin sıradan çıxması şəbəkənin Müsbət. işinə təsir etmir. Bəli, bu da müsbət. 2, 4, 5. Nasıl Mən müsbət bəs oldu? ulduzda mərkəzdə olan da elə özü server kompüter deyil. Hə, Hadi deməli o sırada, axı o da kompüter kimi götürürdü. O sıradan çıxsamız çıxıraq sıradan. bildim də bu halqa vardı axı. Hə, hə. Qatdım, Biz qatdım. halqadan danışırıq, o ulduz. Hamısı nə Oxşar götürdü? cəhətləri var ya bir-birinə. Amma fərqli cəhətləri də çox. Bildim. Sual verim də. Buyur. Yəni, biz şeydir, bu Şində deyildi ki, 5-ci olan. Biri sıradan çıxanda, yoxsa o şeyə də aid idi, yəni halqaya da aiddir. Yox, halqaya da. Çünki halqada da hər biri yalnız qonşu kompüterlə bağlıdır. Ona görə. Hı, çox sağ ol. Buyur. Amma ulduzda elə deyil, hə, müəllim? Yox, yox, ulduzda yalnız mərkəzi kompüter sıradan çıxanda. Onsa verəndə elə verirlər ki, siz cavabları tapa bilirsiniz. Ulduz desə mərkəzi sözünün adını çəkməli və yaxud belə deyir. Bütün kompüterlər yalnız bir kompüterdən asılıdır. O da bilirsən ki, ulduzdur. Hansılar burulmuş, görürsən şəkilçisi var, burulmuşun növüdür. Ekranlaşmış, ekranlaşmamış. Ekranlaşmamış. 5. Elektromaqnit təsirlərinə qarşı yaxşı qorunur. Ekranlaşmış. Ekranlaşmış. Yaxşı qorunmur, ekranlaşmış. Ekranlaşmamış. Ekranlaşmamış. Şəbəkə adaptının xarakteristikalarini bax videoda dönə-dönə qeyd etmişəm. Şinin tipi. Kompüterin qoşulduğu şinin tipi. Bu dəfə bu qəbula düşə bilər inanın ki. Şəbəkə mərtəbəsi. mərtəbələrinin Mərtəbə sayı topologiya. və topologiyası. 1, 2, 4. Yerinizdə olsan bu sualı skrin edərəm. Deməli 1, 2, 4. Müəllim, bunun asan yolu yoxdur yadda saxlamaq. Asan yolu təəssüf ki, yoxdur, yox. Müəllim şinin Kompüterin- tipi deyəndə İsa vardı, onları götürürdük, mikroşanel və s. Hə. Mən bunun asan yolunu deyərəm sizə. Bugünə qədər 3S eşitmisiniz. Bu dəfə də 3 Ş kimi yadda saxlayın. Şinin tipi, şəbəkə mərtəbəsi, şəbəkənin topologiyası. Söz. Mən görürsünüz, bayaqdan deyəndə pis yadda qaldı. Yox, inan ki, o indi fikirləşdim. Çünki bu sualı verən olmamışdı. Heç deməmişəm məncə bunu kiməsə. Şinin, şəbəkə, şəbəkənin topologiyası. Mən Vay, o çünki demək- imtahanda o həyəcanda, yəni əzbər çıxır da yaddan, ancaq ipuçlar yada düşür. Bəli, ona görə ipucu deyirəm. Yoxsa imtahanda mən dediyim kimi bizə savaddan da əlavə diqqət lazımdır. 3S nəyin şeydi şey? Hə? 3S nəyə aiddir? 3S sətr, səhifə, simvol. Hesablama düsturu var idi o. 4S bir ay değildi o. O Word-dür. word count'dur. Sətr, səhifə, simvol, söz, abzas. Bu gün özüm də tasdil kimi yadda saxlayıram. Əziyyət çəkmirəm. Əvvəl oxuyurdum, indi oxumuram. Nə edirəm? 46-nı yazaq yoxsa bildiniz? Yazaq da müəllim. Yaxşı, bunu da yazaq. Özünüz nə edirsiniz evdə? İnformatikaya dair, ya bilim ümumiyyətlə. Dərslərə baxırıq müəllim. Word'un notlarını çıxardım. Baxın, baxın. Sabaha da böyük ehtimal indi qərarlaşdıracağım ya aksiyası ya da power üzərində işləyəcəyik və e, qəbula bir hardan baxsan olsa az qalır dayı. Bir 800 gün qalmış yenə o keçən dəfə elədiyimi bir də eləyəcəm sizlə. O nədir? Word. Poverə Əsas bax, necə? poverə baxaq da sabah. Bilmirəm, səs vermə də eləyə bilərəm. Word, Excel, Power, Access, Local, Global. 4, 3, 7, 9, 11. Bunlar ikisi də 3 sualdır. 14, bir dənə də qrafika. 15 suallıq yenə də bir mövzu marafon olacaq. Hamısının testlərini bu dəfə hərəsindən 100 plus test izah edəcəm sizə. O vaxta qədər onsuz da biz bacardığımız qədər mövzu işləyəcəyik, o heç. Amma qəbula bir dediyim kimi 7-8 gün, yəni bir həftə qalmış. İsti-isti bax bu 15 suallıq, ən az 15 suallıq testlərə baxacağıq. Yerdə qalan
5-6 sualda ki, ikisi hardware'dəndir. Zaten o quizin yazmışıq. Nə bilim 100% ikisi hardware'dir. Nə bilim biri say sistemidir. Onun quizi nə yazaq? Say sistemi ilə bitər ki, bilirsənsə bilirsən, bilmirsənsə bilmir. Biri o birinci mövzudur. Ölçü vahidləridir. Bitdir, Müəllim, bir də baytdır. əməliyyat sistemindən qarışdırırıq. Əməliyyat sistemi ayrı düşür, Windows 11 ayrı düşür, Ha, hə? siz ona görə deyirsiniz da qardaş, əməliyyat sistemi ayrı dərsdir. Windows 11 də ayrı dərsdir. Bunlar ikisi bir yerdə 2 sual düşür. Ora götürüb yazıb Pardon, mən əməliyyat çaşdıran odur. sistemi. Hə, Çaşdıran yazırsan bizi ki, odur. Windowsdan bir dənə sual düşür. Və yenə də təkrarlayıram. Bir dənə suala görə baba bu qədər sualı qurban vermək ağılsızlıqdır. O biri sual əməliyyat sistemindəndir. Hər dəfə də eyni şeyi çalırlar ha. Qadağan olunmuş simvollar. Ulduz, sual, nə bilim, Perin, AUX, nə bilim. Bəli, müəllim. Yəni o əməliyyat Bəli, sistemi müəllim, o deyil ki, o. düşmüşdü. Yenə də eyni şeylər düşəcək, narahat olmayın. Bax bu sualın bir daha deyirəm, baxın. 65 mi? Bu cür başqa dərs var idi sizə? Əlavə salınmışdı yoxsa? Xeyr, Bilməm. bizdə yox Ay, idi. yoxdur mu? Bu gün bizə informatikadan ancaq 3 Bəli. Yox. Ümumiyyətlə kursda dərs yoxdur, ona görə deyil. Dedilər qurban Ha, ayı. bizi düşünən bir dənə sizsiz. Eyvallah. Utandırın onu. Tərifləməyib, bir də görürsünüz, mən də başlayayım ki, nağar söyləyeyim. 65.536 rəngli deyəndə özünə vurur yoxsa üstünə? Üstünə vururuq. Nə? Üstünə. Bəli, oradan götürdüm. Bayaqki kimi bax. Üstü 16. Bəli, Mən bu A-nı, rəqəmləri çıxarda bilmirəm. Mən o üstləri. rəqəmləri ancaq gərək əzbərləyəsən. Bir də ki, bu 65.536 yəqin ki, qalanlar biri də Unicode-un simvollarının sayıdır. Unicode-da da 16 bit dax, ona görə bilir ki, bu 216-dır. Biz bu say sistemləri mövzusunda yoxsa altındaydı. Siz demişdiniz ki, bir dənə baxın ona. Məsələn, yazmışdıq ki, 2048 2 vur 2 üstü 10, 3072 3 vur 2 üstü 10. Bu nə idi bəs? O ümumiyyətlə qabağımıza çıxan rəqəmlərə aiddir. Tək say sistemi yox, informatikada axıra qədər. Yəni hardasa qabağımıza çıxa bilər o tipli. Hə, bildim mən. Deməli baxın, yenə də hər hansı bir dovşan şəklinin enin və hündürlüyünü vurursunuz bir-birinə. Sonra onu vurursunuz bir nöqtəsinin tutduğu yerə en bitə. O da bərabərdir həcm. Yəni bu en biti tapırıq. Bax bunun üstündən götürdük 16 bit. Yəni A vurulsun B vurulsun həmin o 16 bit. Bərabərdir yenə həcmi bizə birbaşa verməyib. Sürəti də verib, saniyəni də verib. Sürətlə saniyə bir-birinə vurulur yoxsa bölünür? Vurulur. Vurulur. 16 kilobiti də 1 saniyə vuranda edir 16 kilobit elə. İndi A vurulsun B-ni necə tapaq? 16'lar 16 bölü 16'lar gedir, ay sağ ol. Qalır elə 1 kilobit. 210. 210. 1 kilobitdə bu bitlər də gedir, qalır kilo. O da 210-dur, yəni 1024. İndi A vuraq B 1024-dürsə, bunların ikisindən birini soruşur. Bax ikinci ölçüsü, yəni məsəl üçün B. 1024-dən kiçik olmalıdır, böyük. Yenə kiçik. Bu da 2-dədir, 3-dədir, 5-dədir, 6-dadır. Mən 2, bitlər getdi, kilobayt qaldı, düzdür? hə, kilo qalır. İndi mən onu nəyə çevirməliyəm? Kilonu Heç kilo sən çevirmirsən, 210 cavab da. qalır. Heç sən çevirmirsən, axı bitlər də getsə, cavab qalır elə kilo. Çünki Yəni heç məsələn nə qalır. bit, byte, kilobayt, megabayt demişdik də deyəsən belə Hə, hə. getdi. Hə məsələn kilobayt 2 üstü 10, megabayt 2 üstü 20, byte elə də olurdu. Neçə olurdu mən byte? Yox, bax burada mənə kilobitlə bit gedəndə, bax bitlə bit gedəndə kilo qalır. Kilo özü 2 üstü 10 deməkdir elə. Tamam, onda 1 byte-da 2 üstü. 2 Yox. üstü 3 bitdir. Mən bəs bit. Yox. Mən bu ardıcıllıq var, bit, byte, kilobayt, megabayt. Hə. Kilobayt bildim 2 üstü 10, sonra Kilobayt megabayt 2 üstü 10 nədir? bilmirəm. Onu bilmirsən. Üstü on. Kilobayt 2 üstü 10 byte'dır. Hə, byte. Amma bu bitdir. Hə, bildim. 1 kilobit 2 üstü 10 bitdi. 1 megabit 2 üstü 20 bitdi. Elə byte kimidir o da. Hə, eynidir onda. Hə, Sən bildim. o hissəsini çalış bir də bax. Yaxşı. Əgər problemin varsa. Çünki o 3-5 saniyəlik bir şey deyil, yoxsa izah eləyərdim indi. Belə, cavablar bəli, tapdığımız 1024-dən kiçik olmalıdır.
Hansı koaksialın növüdür? Hansıdır? 1-4. Nazik Yo, idi. nazik bəli. Nazik 1-4. koaksiya. Bu çətindir. O bir dərs asandır. 5 dəqiqə yazıb qurtaracaq. Şin topologiyasına aid olan müsbət cəhətlər. Müsbət. Şəbəkə kartı ucuzdur. Müsbətdir. Düzdür. Müsbət. Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır. Yox. Bu halqalı. Halqanın Halqadan da. üstünlüyüdür. Şəbəkə adaptörü daimiçi vəziyyətdədir. Halqa. Halqanın mənfi Halqa. keyfiyyətidir. Halqa. Özə mənfi xüsusiyyətidir. Şəbəkəyə yeni kompüter qoşmaq asandır. Bu düzdür. Düzdür. O düzdür də. Hər bir kompüter informasiya ötürməsində iştirak edir. Mənfi. Halqadır. Fərqi yox. Halqadadır. Halqanın nə idi? Müsbət, mənfi? Mənfi. Mənfi. Mənfidir. Bəli. Mənfidir. Mənfidir. Hər hansı Mənfidir. kompüter sıradan çıxması şəbəkənin işinə təsir etmir. Bu da var. Müsbət. Evet. Şinin Bəli, müsbətidir. şinin müsbətidir. 1, 4, 6. 6. Ağac şəbəkə topologiyasının iki növü var, düzdür. Biri iyerarxik, Bunun biri tam. bir düz var. Hə, bu tamdır, bu düzdür. 1 kilobit 1024 bayt, yoxsa 1024 bit? Bit. Bitdir. Bəli. Və bu 1 kilobit 1024 bitdir. 1 kilobayt yazsaydı bəs 1024 byte Byte. olurdu. düz idi, bəli. Bayt Amma bu var. səhvdir. Burada 1024 bit yazmalıydı. Çünki bitlər gedərdi, qalardı kilo, 200 ton verərdi o da. Ötürülmə mühitindən asılı olaraq rabitə xətləri 4 qrupa bölünür, yoxsa 3 qrupa? 3 qrupa. 3 Üç qrupa. qrupa. Bayazda saxlayın ki, ötürülmə mühiti kabelə aiddir. Koaksial, optik lifli və yaxud burulmuş. Ethernetin sürəti 10 kilobitdir. Düz. Evet. Yox, 100 idi. 100 idi. Megabit idi. Satdaq 100. 10 düzdür. Cavab Megabitdir. kilobit deyil, megabitdir. Aa, Və bayaq dedim hələ, bəli, internetin sürəti mega ilə ölçülür, kilo ilə yox. 1 megabit 220 bitdir. Düzdür. Bitlər getsə qalır mega. Megada 200 neçədir? 20. 20. Şu. Bu da heç. Belə, keçdik. Özdə görürsünüz. Bu qədər, yəni kifayətdir qəbul üçün. Düzdür, bir yüzlərlə də test işləyəcəm sizlə. Daha geniş formada hər bir mövzuya aid. Amma inanın ki, işləməsə belə bəhsimizdir. Amma dediyim kimi işləyəcək bu mütləqdir. Keçdik indi qlobala. Qlobal asandır. Dediyim kimi tez-tez bunu yazıb qutaracağıq. Elə çoxlu bəlkə də şeyin içində var idi. Bir daha yazıram. Bax, bu düstur çox önəmli düsturdur. Qəbula da düşüb. Səhv yazdım, yazarım benim. BPS bərabərdir. Bot vurulsun bit. Bot da var 1200. Bit yoxdur burada. Nətər eləyək? 1200 də Bir cavab. də vuracaq. Ay sağ ol. Elə Yadda eynidir, saxlayın. bir də. Bitlik, baytlıq, kilobaytlıq demək elə bir deməkdir. Biri vurursunuz 1200 eləyir 1200 BPS. Modemin buraxılış qabiliyyəti BPS-dir, yoxsa modemin sürəti BPS-dir? Sürəti. Sürəti. Xeyr, buraxılış qabiliyyəti BPS-dir. Hətta burada yazılır, buraxılma qabiliyyəti necə BPS-dir. Bod nədir bəs? Modemin O sürət sürəti. olar yəni. Bəli, bod Ötürülmə sürəti, sürəti informasiya. BPS buraxılış qabiliyyəti, bit də informasiyanın həcmidir. IP ünvanlar hansı istiqamətdə oxunur? Soldan sağa. Soldan sağa. Soldan Sağdan sağa. sola. Məqamdan sağdan sola. Bəli, bayazda saxlayın ki, bilməyənlər mütləq şəkildə qeyd eləsin. Məsəl üçün yazırıq 170.180.200.255. IP ünvanın birinci rəqəminə görə onları sinifə ayırırlar. İndi o siniflər sizə düşmür deyə keçmirəm. Məsələn, bu tutaq ki, B sinifidir. Ona görə IP ünvanlar normal qaydada soldan sağa oxunur. Amma domen ünvanında deyir dim.gov.az. Burada ən yuxarı səviyyəli domen hansı idi? Azdır. Sağdan sola oxunur. Bəli, az idi. Ona görə IP-lər soldan sağa, domenlər sağdan sola oxunur. Belə. Sonra bu da IP oldu soldan sağa. IP ünvanlar yaddaşda nə qədər yer tutur? 16. 4 idi byte. müəllim. 4 idi. 4. Baxın əziz tələbələr, Demiş bir ki, IP nöqtələrinə var. görə yadda saxlayırıq. Bəli, bir IP var, bir də MAC var. IP-nin deyir 2 hərfi var, özünə 2 dəfə çox yer tutur, 4 byte.
Makın da 3 hərfi var. Yenə özünə 2 dəfə çox yer tutur. 6 var. Evet, bəli demişdiniz. Bəs internetin əsas baza protokolu hansıdır? Hansı ki qəbula düşmüşdür? TCP/IP. TCP/IP. Bəli. Bəs bu IP, TCP/IP stekində neçə ünvan var? 3. 3. MAC IP də neyse. Bəli, MAC ünvanlar, IP ünvanlar, bir də domen ünvanlar. MAC ünvanların başqa adı nə idi? Lokal. Nə? Lokal. Lokal ünvanlar. Ay, sağ ol, bəli, lokal. Bir dənə esse yazmışdı. Xeyr, Nə yazır? mən belə çox istəmişdim, gənə götürüb hesabımadım. Elə nədir odur, onda səndə? Nə gəlib? Elə olur. Bir. Modemin buraxılış qabiliyyəti 1200 bps. Bit də var. İndi bodu necə B tapaq? variantı. 320. 220. Bəli, BPS-i bitə bölürsüz, bodu tapırsınız. Bu sizin möhtəşəm say sistemi suallarından biridir. Bu hansı ünvanlardır? MAC. Sizcə dinamik və statik olan, yəni dəyişən və dəyişməyən olan hansı ünvan? IP. IP-mdir. Bəli, bax yazı saxlayın ki, dəyişməyən ünvan MAC ünvandır. Amma dəyişən, yəni dinamik və statik olan ünvan IP ünvanlardır. Bəs dinamik və statik olan qurğu hansıdır? Modem idi. Nerede? Yok. Marşrutlaşdırıcı. Bəli, demişdim, Artıq elə bir kere marşrut izlemiştim. sözünü yada saxlayın. Eləsi var yaxşı sürü, eləsi var pis sürü. Yəni marşrut, dinamik və statik. Deməli, bu sualda isə bizə verilmiş MAC ünvanının 16-lıq qarşılığı, daha doğrusu versiyasını biz ikiliyə çevirməliyik. Yəni, qısası 16-lıqdan ikiliyə keç deməkdir. Amma burada tələbələrin elədiyi səhv nədir? Götürüb 91-i bütövlükdə ikiyə bölürlər. Xeyr. Hər biri 16-lığın elementidir. Bax, bu dəqiqə bunlar 16-lıqdadır. 9-u da ayrı keçirirsiniz, 1-i də. 16-lıqdan 2-liyə necə rahat keçə bilərik? 8, 4, İkinin 2, 1. qüvvətləri şəklində. 8, 4, 2, 1. Düzdür, bu da 2-nin qüvvətləri, amma bilmirəm, bunu deyirdin, yoxsa yox. 9-u almaq üçün 8-in üstünə 1 gələrik, qalanları 0, 0. Elədir 1, 0, 0, 1. 1-i almaq üçün yalnız nə istifadə edirik? Elə 1-i. 0, 0, 0. C variantıdır. 0, 0, 0, 1. Bəli, birinci bax, bununla başlamalıdır. Yəni bu 1001, 0, 1. Elə o da buradadır. Bax, 1001, 0, 1. 2 ilə başlayacaq. O da bir dənə qeydədir. Məsələn, A neçədir? 10. 10, 10-u almaq üçün hamısını sildik. 8, 1, 4, 2, 1-in hansılar 1, lazımdır bizə? 0, 1, 0, 8 və 2. Bəli, 8 ilə 2 lazımdır, qalanları 0. Nə bilim, Y neçədir? 14. 14. 8, 4, 2 lazımdır bizə, bu da 0. Belə düzülür. Bax, görürsən 10, 10, 1, 1, 1, 0. Bu 1-dir mi görək? Bəli, 10, 10, 1, 1, 1, 0. Sonra gəlir 1. İnsanların elm və ədəbiyyat və incəsənət sahibi bu şeydən müəllif hüququdur. Bunu nəyə oxuyur? Elektron və audiovizual. Bunu da işləmişdik sınavda. Piratlıq. Pirat. Aşağıdakilərdən hansı doğru IP ünvanı deyil? IP ünvanlar 3 nöqtə ilə ayrılır. 3 nöqtə ayrılsa avtomatik neçə hissəsi olur? 4. 4. 4 hissə. Məsəl üçün, götürən bu A-nı hər bir hissəsi də 0 da daxil və 255 də daxil. Bax, belə olmalıdır. Amma sıfırla başlaya bilməzdi. Yox, onsuz elə vermirlər. O biraz... B-dir. Hə, B təqdim. Bəli, ola 255 bilməz B pardon. variantıdır. 255-i keçir. İndi bu protokolları görmədən gedib biz oradan cavabları tapa bilərik. Görə tapa bilirik ümumiyyətlə. Bir hipermətindir. Bax, heç buradan oxuyaq. Elektron məktubları göndərmək. SMTP. Bəli, simple mail transfer protokol. Faylların ötürülməsi. FTP. File transfer. Bax, görürsən, fayl və ötürmə. File transfer, yəni transfer. File protokol. Hipermətinlərin ötürülməsi. Hypertext transfer protokol. Telekonferansdakı Usenet. Usenet. Usenet yazmışdır, yoxsa NNTP yazmışdır? Hə, NNTP. Всё. İstəyən bunu da screen eləyə bilər və maraqlı bir, lazımlı bir yerdir.
Hansı sosial şəbəkədir? Google. Xeyr. MySpace. 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 Bəli. MySpace. Google'un yanında nə olsa sosial olur. Plus. Plus. Plus olsaydı. Bəli. Bu nədir bəs? Axtarış sistemi. Arxivləşdirmə. Axtarış sistemi. Axtarış. Başqa hansı axtarış sistemi tanıyırsınız? Alfa Vista, Alphavista, Arşivdir bu. Google. Google'un özü. Bəli. Sonra Rambler, Tak. bəli, kataloq və s. Onları mütləq şəkildə bilmək lazımdır. Maxphone nədir? Browser değil o. Browserdə Browserdir. proqram təminatından tanıyır. Maxphone, Google Chrome, Mozilla Firefox, Fox Pro yoxsa Firefox browserdir? Firefox. 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 Bəs Fox Fox Pro Pro. nədir? Vibis. O Vibis. Libixdir. Ay sağ ol. Top 3-dəki elektron məktubların Qəbul Qəbul edilməz. qəbuludur, düzdür. Məsələn, sual ver. Hə, axtarış sistemlərinin əsas xarakteristikası var idi 5 dənə. Kim saya bilər onu? Kim bilir? Hamısını Müəllim bilmirəm. adına, ölçüsünə, tipinə görə olanları Mən deyir. Yox, yox. Birincisi ədat idi da, o tam, Aktuallıq. əyanilik, Bunlar demək Ay dəqiqlik, sağ ol. arama sürəti, bir də tamlığı, Ay ədatla. sağ ol. Bəli, bax, əməliyyat sistemi, axtarış sistemlərinin xarakteristikaları var 5 dənə. 1 əyanilikdir, aydınlıqdır, aktuallıqdır, arama sürətidir. Bir hansı idi yadımdan çıxdı. Arama Tam sürəti, deyildi. Bir tamlığı də dəqiq. tamlıq da, hə, bir də tamlıq idi, bəli. Onu mütləq şəkildə bilin. Bulut texnologiyası heç vaxt qəbula düşməyib, düşəcəyini də zənn eləmirəm. İnanın ki, düşsə də elə bu düşə bilər. Yəni buradakılar mən cavabı deyəcəm indi. Biri Gmail'dir, Dropbox'dur, Yandex'dir, bir də ki Google Drive'dır. 4, 5, 6, 7. Gmail bulut texnologiyasıdır. Bəli, o da gedir. Növləri var da ondan. Sonra NNTP. Bunun birinci hərfi news. Usenet değil o. Bəli, elə usenet-dir. Keçən dəfə də sizi bezdirmişdim. Birinci turda yaxşı bezdirmişəm elə və qəbula düşdü. Burada gördükləriniz bu 5 dənə nədir? İnternet şəbəkəsi. Xidmətidir mi? İnternet İnternet xidmətidir. xidməti, Bəli. şəbəkəsi ayrı idi. Bəli, yazda saxlayın ki, bu internet xidmətidir. Amma internet xidməti 5 dənə deyildi, 7 dənə idi. Harda bunun ikisi yoxdur. Kimdə o 2 dənə? Mən Kimdə? World Wide Web idi, email 3W, idi. aha. Və FN. Usenet-ə News da demişdik, FTP idi, İDQ chat xidmətləri demişdik, Telnet, bir də Gopher. Onda burada olmayan FTP-də, düzdür? Bəli. Bəli, bax bu 7 dənə, bax bu 5 dənə variantda, 2 dənə də kənarda. İnternet xidmətidir. Yəni hər gördüyünüzü götürüb internet xidməti yazmayın. Məsələn, HTTP yazırıq internet xidməti. Xeyr. Bu 7 dənə internet xidmətidir yalnız. Burada NNTP-nin qarşılığı Usenetdir, bu heç. İndi mənə deyin görüm, uzaqda olan kompüteri necə idarə edir? Telnet. Telnet. Bəli, telefon sözündən yadda saxlamışdı ki, uzaqda olan kompüterlə əlaqə qurmaq. Bəs klaviaturanın köməyi ilə qarşı O da əlaqə. yox, İDQ idi, chat xidmətləri. Bəli, demişdik. deyirdik ki, bütün klaviaturalar Q hərfi ilə başlayır. Ona görə klaviatura sözünü gördünüz bu. Bəs iyerarxik menü vasitəsilə Gopher. faylların axtarışı. Gopher idi də o. Bəli, Gopher. Belə bölünürdü. Heç nə, elektron poçtu bu da. Bəs Email. tərkibində cədvəl, qrafik, fayl, World musiqi. Wide Web. Dörd Bəli. vardı, ünlü hörçələr. İnterneti bizə bir növ təsvir edir. Tərkibində şəkil, video. Hörümçək teorisi. Bu da faylların ötürülməsi protokolu. Hansı axtarış sistemi deyil? Baydu. Deyil, müəllim. Google A bəndi. Plusdur. Sosial şəbəkədir. Hə, hə. Yerdə qalanın hamısı axtarış sistemidir. Bax görürsüz, yazıb öyrənə bilərsiniz. Arşiv, Yandex. Yandex hansı dildə idi? Rus. Rus dilində. Keçən il qəbula düşmüşdüm. Baido'dur, Yahoo'dur. Hamısı axtarışdır. İndi deyək ki, eyni sualı yenə də telekonferans. Usenet. Usenet. Yenə bunlar nədir? Xidməti, internet. Bəli, indi hansı İnternet ikisi yoxdur? xidmətləri. E-mail Telnet yoxdur. yoxdur, Bir də bir də Elektron poçt yoxdur, FTP yoxdur. Bəli, e-mail yoxdur və telnet yoxdur. FTP var imiş. FTP var. IP protokolunu NNTP də yoxdur da. Usenet deyil o.
Nə olsun? Nə olsa ola bir-birini əvəz eləyə bilir. Mənbəs Yandex-ə deyə bilirik ki, həm brauzer, həm də axtarış sistemi Hə, proqramıdır. ona deyə bilirik. Harda qaldı o biz? Hə, Aşağıdadır. və bunu sadəcə tərcümə edirəm. İnternet protokol. İnternet nə deməkdir? Şəbəkə. Şəbəkə Şəbəkə demək. demək. Şəbəkə. Bəli. IP şəbəkə səviyyəsində. Bəs TCP hansı səviyyədədir? Nəqliyyat. Bəli. Nəqliyyatda transfer T sistemi. Etibarlı nədir? ötürülməsi. Translate bir sözlə deyil. Etibarlı. Bəli, hansı səviyyədə olduğunu belə tapırız. Transmission deməkdir. Yəni nəqliyyat deməkdir. O da gedir bura. 16-cı sualın, bu tipli sualların qaydası yoxdur. Qaydası var, yəni variantla işləyir. Açıq suala düşməz bu sual. Düşər, yəni düşünmürəm şu düşsə də belə düşər. Məsələn buna 1, buna 3, buna 2 verər, deyər ardıcıl düz. Y Amma variantı. açıq suala düşdü, düşmədi fərq Bundan birini eləmir. işləmişdik. Bəli, bunu ancaq bir dənə qaydası var, düzmək. Məsələn, birinci A-nı düzürəm. Səhv da. Z-dən başlayır. 62/1. İkinci dayıza gəlir X. 31.2. Sonra gəlir Y. 73.2. Sizə burada nə baş verdi? 270. 255 keçdi. Bəli. Cavab nədir? Deyin cavabı düzək. Y variantı Y mənim. variantıdır Gəl cavab. yeri düzək. Birinci yerə Z gəlir. 62/1. Sonra Y gəlir. 73/2. Sonra X gəlir. 31/2. Ay, soba görsənmi? Hər biri 255-dən balaca qaldı. Ona görə cavab Y-dir. Çünki IP ünvanları demişdik ki, maksimal ədədi 255 ola bilər. Elektron imzanın belə növü yoxdur. D variantı. Monotip. Monotip yoxdur. Bəli. Yerdə qalan cəmi 4 dənə imza növü var. 4 də burada var. Hansı imza növü açar sözü saxtaçılıq edir? Hələ. Kör Tələ. imza. Hələ. Saxtaçılıq tələdir. Hə, tələ idim. Kör deyəsən. Kör Demişdik kör, görmədən eləyir nəsə. Hər hansı şəxs bir məktubun məzmununu görmədən imzalayarsa. Kör. Bəli, kördə görmək sözü var. Görmək, kör. Kiminsə razılığı olmadan. İnkar edilə bilməyən. Bəli, burada görürsünüzmü? Olmadan inkarlıq şəkilçisi var. O da inkar sözüdür. Elə olmadan. Hüquq. Razılığı olmadan. Vəkalət. Vəkalət. Hətta kiminsə razılığı olmadan imzalayırsınızsa, bu inkar edilə bilməyəndir. İmkan verir. Yəni inkar edilə bilməyən bilsən nədir? Razılığı varsa və sən onun razılığı ilə özü imzalayıbsa, onu inkar eləyə bilmir. O deməkdir. Web səhifələrə bax, reklam yerləşdirmək. Edi. Baner. Banner. Reklam. Banner. Bəli, bannerdir. Bəs web səhifələrə baxış proqramlarına nə deyirdik? Browser. Browser, bəli. Browseri sizə götürüb birbaşa deməyəcək, browseri tap. Browserlər web səhifələrə baxış proqramlarıdır. Bunun qaydası istər 3 olsun, istər 5 olsun, istər 100 olsun. Bir dənə qaydası var. Eyni olanları toplayıb digərini çıxmaq. Bəli, baxın. Bir dənə söz. Məsəl üçün, kitab. Ya da məqalə sözü. Yəqin ki, bax bilirsiniz. Bu bir sözdür. Məqalə, bir söz. Bir də var, elmi məqalə. Bu iki sözdür. İndi mən də deyirəm ki, bu cədvəldə bir sözləri bir toplayırsınız, iki sözləri də bir toplayırsınız. Yəni, xəmsə bir sözdür, nizami bir sözdür. Toplayıram 1500, üstə gələk 3000, eləyir 4500, 1200 bərabərdir, iki sözlərdə bir toplayıram. Nizami xəmsə 1200, üzərinə gələk X. nizami o biri nizami xəmsə yoxdur, elə onu axtarım. X. Senin 4500'dan Mən bunu başa çıxır. düşmədim hemen. 3300. Nəyi? Bunu başa düşmədim. Bax, burada əmələ bir söz var, bir söz. Xəmsə bir sözdür, nizami bir sözdür, düzdür? Hı. Bu bir sözləri bir toplayırıq. Yəni 1500, üstə gələk 3000. Nə qədər eləyir? 4500. Hı. Bərabərdir, iki sözdən ibarətlərin cəmi. Nizami, xəmsə, 1200. Üstə gələk o biri nizami, xəmsə yoxdur. Onun Hə, yerine X yazdım. bildim. Mən bəs bir dənə slayda demişdiniz, böyükləri bir toplayırıq, Elə kiçikləri. odur da bu. Odur mu? İndi bax 28-i özün de.
Burada Rəşad, Malik 2300 üstə gəl 2 bərabərdir. 3000 üstə gəl 900. Ay sağ ol. Bəli, 3900. Bildim mən. Onda bəs hansı necə olanda balacaları bir, böyükləri bir tapırdıq? Elə budur da. Amma çünki orada o testdə rəqəmlər balaca verilmişdi. Yox, rəqəm olaraq balaca yox, söz olaraq balacalar və Hə, böyüklər. hə, elə Ola yadıma. bilər ki, bunun 3 dənəsi də verilsin, 5 dənəsi də verilsin. İndi o biri mən sizə quiz yazırdım, 100 suallıq. Orada var. Orada artıq daha böyük cədvəldir. Yenə eyni qayda ilə yazacağıq. Bulut texnologiyasını bayaq yazdıq, 4 dənədir. Bu heç ümumiyyətlə bu sualı boyun getsin. Milli domen. Milli domen Azərbaycana aid bütün Edudu ölkələrə. da. Yox. Com. Rus. D variantı da müəllim. Adi. D Almaniyadır da. Bəli, Deyən burasının bu. milli domen bizim ölkəmizdə daxil olmadan bütün ölkələrin domenləridir. Bu Almaniyadır, bu da Rusiyadır. Biri AC. Bəs görəsən UK nədir? UA nədir? Ukrayna ilə. Ukraynada. Ukrayna. UK'dir, United Birləşmiş Kingdom, Ştatlar. İngiltərə. Bəli. Bu UK, Ukrayna deyil. Çaşdırmaq üçün belə. İtaliyadır. Bu Böyük Britaniya, yəni krallıqdır. UA Ukraynadır. U-la başlayır, A-la bitir. UA Ukraynadır, UK Böyük Britaniya. Deməli, bu Almaniyadır, bu da Rusiyadır. Sonra beynəlxalq International. internationaldır. Təhsil, Oldu. bu nədir? Education. O da kommersiya. Kommersiyadır. Bəs bu nədir? Net. Or. Hə, bu. Qeyri-kommersiya. Net. Net. Inter. Hə, Şəbəkə. şəbəkədir də, internet. Şəbəkə agentliyi. Bəs Girsəz mil nədir? Hə, de. Milli ordu. Orta. hərbi. Nə afət? Sizin qələminiz çox gecikir. Siz deyirsiniz, yazırsınız, amma biz gec görürük. Ya da Bizdə Ya, gecə sənin internetin internet zəif. Hə, Gecikəndə mənim özümdə də qələmdə problem olur, özümdə də gecikir, amma yox, gecikmir. Çıx təzədən gir. yaxşı. Bəli, milli ordu deyil. Hərbi Hərbi. təşkilatdır. Hərbi. Bilmək olmaz action, hələ siz milli orduya düşəsiniz, yoxsa hara düşəsiniz, sərhəddə düşəsiniz. TCP IP steki. Bax TCP IP-nin özü qəbula düşmüşdü ki, əsas baza protokoludur. Bəs orada neçə ünvan var idi? 3 dənə. Hansı? Max Ünvanlar IP IP və domen. Bəli. 23-ü yazmıram. Yazanlar var. Cavab C-dir. 23-dür, həcədir. Bəli, istəyən yaza bilər. Bax, özünüz üçün yazın. Bir-bir düzün. Görün ki, 255-i keçirmi, yoxsa keçmir. Bunun testini vermişdiniz, müəllim. Nə? Bunun testini evə vermişdiniz. Yox, atmamışam. Təriflərin axtarışı üçün istifadə olunan ifadə hansıdır? Bunu yazda gəl, demiş ki, yadda saxlayın, təyin etmək, anlayışın adı. Bu nə sual deyil? Definition da onun qarşılığı kimi bir şey. Amma 25 önəmlidir. Hamısında ət var. Birincinin səhvi, bax burada nöqtənin olmamasıdır. Qov nöqtə az olmalı. D bəndi də burada. Görüm şərhlərdə kim Düzgün söylədi. D-dir, müəllim D. S ilə D eynidir axı. Hə, S-də B-də Sonra vergül test. var. C-də qoşa nöqtə var. D doğrudur. Y-də də tre var. Yəni bildiyiniz Email. mail ünvanı. Hə, Web sayt ünvanında hansı hərbi təşkilat? Mil. Milli. Hə. Təhsil, dövlət, internet, kommersiya. Web saytları yaradılmaq üçün Değiştirmək. başqa biri də var. PHP. Ay, sağ birinci turda, ikinci turda. Turlar önce sana itirmişəm. İkinci turda bu sualı verəndə bilməmişdiniz PHP-ni, amma indi bildiniz. Bəli, iki dənədir. PHP, HTML sayt yaratmaq üçün və hər ikisi instrumental proqramdır. Web səhifələrə baxış üçün deyil, yəni browser deyil. Audi. Audi, Baidu. Baidu. Baidu ya. Əqliz nəsə. Baidu nədir? Axtarışdır. Bəli. Badu deyəsən də burada olmalıdır. Yox, ikisi də axtarışdır. Ya Badu browserdir, Baidu axtarış deməkdir. Yenə marşrutlaşdırıcının şığları. Şəbəkə.
Şəbəkə. Şəbəkə. İnternetə qoşulmaq istəyən təşkilat, və bu maraqlı sualdır və heç bir halda ipucu yoxdur. Müəyyən kompüterdən istifadə edir ki, biz bu kompüterə nə deyirik? Düz. Provider deyil bu. Provider. Klient deyil, ay müəllim. Provider kompüter deyil, provider təşkilatdır. Klient Az müəllim. işinizdə. Əlbəttə ki, Düz, soruşma. bəli. Baxın, Question. bizim internetimiz olsa belə, biz interneti o internet vasitəsilə lokaldan qlobala çıxmağı bacarmalıyıq. Baxın, internetə qoşulmaq istəyən təşkilat, məsəl üçün deyirəm, bir universitet düşünün. Universitetin qurduğu şəbəkə necə şəbəkədir? Lokal. Bu internetə çıxmaq üçün internet necə şəbəkədir? Qlobal. Lokaldan da qlobala hansı qrupu çıxardır? Plus. Şulus. Bəli, sual biraz çətindir və dərindir. Müəllim, Provider- provider təklif eləyir Bəli, xidməti deyəsən. provider bizə internet xidmətini verir ki, get nə edirsən elə. Mən sənə internet vermişəm. Amma o internet vasitəsilə görəcəyimiz işlər artıq bizim öz işimizdir. Klient də istifadəçilər idi, deyəsən. Klient mərkəzdəki stansiya. serverdir, kənardakı klient və ya işçi stansiyalar. Bəs hosting nə idi bu? İnternetdə saytın yerləşdirmə xidmətidir, hosting. Hı. Host bizdə sahibkar deməkdir. İnternetdə nəsə yerləşdirmə xidmətinə hosting deyilir. O nə deməkdir ki, məsələn, mən Google-a nəsə məlumat qoyuram, mən oluram hosting, o deməkdir. Hə, elə bir ki, Yəni bunun sahibi də. Bazar.com, oranın bir Bazar.com vardı. Ondan icazə alıb sonra sayt yarada bilərsiniz. Müəyyən bir rəsmi yerlərdən. Hə, bildim mən. Veb saytları yaratmaq. İndi dedik. PHP PHP, dedik. XP. HTML. UDP hansı səviyyənin protokolu idi? Tətbiqi. Xeyr, Nəqliyyat idi, müəllim. nəqliyyat. İki Sürət dənə ötürür. protokolu var idi. UDP, TCP. Bunların fərqi nə idi ki? Biri sürətli, biri etibarlı ötürür. TCP etibarlıdır, UDP sürətlidir. Hansı şəbəkə Hop üç. protokolu deyil? Bu sual sizə qəbula da düşmüşdüm. Bəli, ikinci cəhdə. Bəli. Bax görürsünüz, ona Hop görə üç. quizin içində də bütün suallarınız sizin. HP deyil ki. Bəli, B variantı. Belə bir B variantıdır. Netbed. protokol yoxdur. TCP host adlarını IP ünvanlara çevirə bilir. DNS idi. yoxsa? DNS-dir, bəli. Bəs NetBIOS hansı səviyyənin protokoludur? Seans. Bəli, BIOS var burada. Deyir, BIOS-da yoxlayır, seansdakı psixoloq kimi yoxlayır. Şəbəkə protokollarını seçin. Hansını tanıyırsınızsa götürün. Mən 34-cü sual başa düşmədim, nə istəyir? 5. 2, 3, 5, 7. Nə mələk? 34-ün şərtini başa düşmədim. Şərt yoxdur burada. Sadəcə əzbərlə getsin. Əzbər. TCP-ni host adını IP-yə çevirir. DNS ünvanlar. Başqa yəni deyəcəyim nəsə yoxdur. Bir dənə əzbərləyim. Evet. İnternetin baza protokolu qəbul sualı. Bu yox idi. TCP. D var yəni. TCP IP-dir. MAC ünvanlar BSD 16-lıq say sistemindən kənara çıxmırdı. Hər bir hissəsində neçə element ola bilərdi? 2 element. 2 və Bəli, 6. 6 hissədən ibarətdir. Hər hissədə də 2 element ola bilər. Məsəl üçün, 1 doğrudur. Bax, görürsünüz, 1, 2, 3, 4, 5, 6-dır. Hamısı da 2-dir və 16-lıq say sistemidir. 2 səhvdir, çünki burada 255. 1, 3, 5. 3 düzdür. 4-də G hərfi var. Hansı hərflər ola bilərdi? A, F, B, G, C, D, Y, F. Ay, sağ ol. Burada G var, olmaz. 5 Burada səhv. R var, Orada R olmaz. Və 6 da düz. 1, 3, 6. 1, 3, 6. Axtarış sistemləri. Yaxşı ki, burada testdə var, siz bunu oxuyan deyilsiniz. Baidu, Arşiv, Yandex, bir də katalog. Bayaq bunu dedim, hatırlayırsınız. 1, 2, 3, 8. Bəs Opera müəllim, browser Opera olduğuna görə browserdir. Google Plus sosial Şəbəkə. şəbəkədir. Buna resmən də bilmirəm. Bu da deyəsən Sosial şəbəkə. Sosial şəbəkə MySpace. saytlarda nəsə fayl şəklində yerləşdirməkdir. Nədir? MySpace-də sosial şəbəkədir. 7 də sosial şəbəkə. Hə? 7-ci də sosial şəbəkə. Hə, sosial olmalıdır da. Yəni, təxmini bir orada öz, nə bilim, nəylərinsə, resurslarını ki, yerləşdirsən də. Kollektiv mühazirə. Bəli.
Hansı ünvan doğru yazılmışdır? Bax, bir daha sizə xatırladıram. Fayl B adlarında slashlər soldan sağa yazılır. Faylda soldan sağa. Amma internet adında sağdan sola yazılır. Birinciyə baxırıq, səhv burada vergüldür. Heç bir halda ünvanlarda vergüldən istifadə etmək olmaz. İstər mail ünvanında, istər internet ünvanında. Həm də az bitişik yazılıb. Bəli. İkincidə səhv yoxdur. Prosta səhv nədədir burada? Silahın Slash'da. istiqamətində. Sağdan sola olmalıdır. Üçüncü cavabdır. Dörddə yenə slash. Həm də HTTP olmalıdır. T-nı bir artıq dedim, HTTP olmalıdır. İki dənə T. HTTP. Görürsən, burada iki dənə P yazıb. Bu da səhvdir. Burada da yenə vergül. Var. Hətta vergüllər var. Doğru variant C. 40-cı sual. Ən aşağı səviyyəli domen. Magistr. Birinci səviyyəli azdır, ikinci gov, üçüncü dim, dördüncü magistr. Yazda saxlayın ki, 3W-yə qədər hamısı belə deyək, domenin adı gedir. 3W isə internet xidmətinin adıdır. Bəli, olur burada magistr. 41-i mələkdə görək. Mən burada Əli Səfa. Yox, 3408, 7229. Bəli, uzunları bir toplayırsan, onların cəmindən bunu çıxırsan. 6500. Bəli. Web browser proqramlarına aiddir. Chrome, Chrome muydu? Firefox, De Maxrom, Maxrom. Mosaic. Bu axtarış sistemidir. Bu nədir? Antivirus. Antivirus. Düz. Doktorlar. Sosial şəbəkə. Instagram, MySpace. MySpace, YouTube. YouTube. Bu internet xidmətidir. Bu da internet xidmətidir. Bu da internetin əsas bazı protokoldur. 1, 3, 5. İndi mənə deyin görüm. Media məzmunlu sosial şəbəkələr hansıdır? Media məzmunlu. YouTube. YouTube. Instagram falan değil. Instagramın özüdür. YouTube. Snapchat. Bir də LinkedIn. Facebook da deyə bilərik. Biz niyə media Facebook'a məzmunlu? yazışma kimi yazmıştılar elə bir. Yox, Yəqin paylaşım eləmək olur onu. paylaşım var, video var, orada şəkillər var və s. Mən bəs TikTok nədir? TikTok səviyyəsiz. TikTok haqqında məlumat yoxdur. Görün necə ki, onun adı şeydə çəkilmir. Yoxdur onun haqqında məlumat daxil edilmir. Amma media Karmadı da məzmunlu. hamısının yığılmış versiyası. Bəli, media gedə bilər o da. İnternet xidmətlərini seçin. Get-gedə azalır, Allah'a şükür. Axıra qədər 3, işləmir. 4, 5 deməliyəm. Bəli, biri Copper'dir, faylların axtarışı. Usenet. Bəli, telekonferansdır, uzaqdan idarə etmədir, bir də klaviaturanın köməyi. 45-ci abi nə olar? Mac. Bir düzdür. 1 olmaz, Z var çünki. Olmaz. Bir də Z var, olmaz. 2, 4. 3 2 səhvdir. düzdür, 3-də J var, 4 düzdür. 2-4. 5-də də Ş var, olmaz. Burada var o. Browser. 1, Hı -hı. Firefox. 3, 3 yox, 3 axtarış sistemi. 2, 4. 6 da Max Phone. 7, 6. Normal Uber bildiğimiz Uber'di. Hə. Mən o yuxarıda yanında J olan niyə Mac ünvanında səhv götürdük? J hərfi olmaz axı. Hərf yoxdur axı. A, B, C, D, E, F-ə qədər. 16'lık. 699 da var. Mələk nə deyirdi, de görüm. İşte mən bu J-ni soruşurdum, yadımdan çıxdı. J, hə, J olmaz. İnternetə naqilsiz qoşulma texnologiyalarını seçin. 2, 5, Bluetooth 6, da. 8. Hayır değil. Bluetooth'u götürmürük müəllim. Çünki internetədir. Götürmürük ha. 4, 5, 8. Bəli, internet dediyinə görə Bluetooth-u götürmür. Bluetooth bəs Bəs mən simsiz, nə desə götürürük. onu deyəcəyim elə. Bəs Bluetooth-u simsiz əlaqə vasitəsi desə götürə bilərik. Hə, simsiz də Bəli. götürə bilərik, bəli. Bəli, simsiz desə götür. Amma Mən adı da internet var idi, onun yadımdan çıxdı. VPN. Hə, Mupa. VPN. Biri 1-dir, biri 3-dür, 4-dür, 5-dir, 8. 6-dır və 8-dir. 8. Benim sual inanmıram, ilk düşər. Çünki biraz
Çaşdırıcı bir şeydir. Hansı Müəllim. protokoldur? 1, Aha. 2, 2, 6. 6. Heç hansılar tanıyırsınız ola? 1, 2, 6. Hə, Aytən buyur. Orada 47-ci sualda 7-ni niyə götürmürük? ADSL bağlantı növüdür. İnternetə qoşulmaq üçün deyil. URL nədir bəs? ORM nədir? URL. ORM ünvandır. Deyir deyə birinci gəlir server, sonra gəlir qovluq, sonra gəlir fayl. Yazda Hə. gəlir server. Server çaşdım. Birinci nə gəlirdi? Protokol, Protokol, sonra server. sonra server, sonra qovluq, sonra fayl. ORL odur. UPS-dəki bayaqki o Powerbank-a oxşatdığımız. IP ünvanına bu sual sizə lazım deyil, amma elə belə yazıda saxlayın. Birinci hissə şəbəkə nömrəsini bildirir. İkinci qovşağın adıdır. Veya 50. İnternet xidməti. Usenet. Net. Başqa da ki yox. Browser. Var. Safari. Axtarış sistemi. Alfa Vista. Alta Vista. LinkedIn-lə MySpace nədir? Sosial. Sosial şəbəkə. Sosial şəbəkələr. İnşallah böyük ehtimal ki sabah biz sizlə PowerPoint üzərində işləyəcəyik. Böyük ehtimal 100% elə olacaq. Çünki gedib siz Mən də başlayayım. təqdimat yaratmaqla slayd yaratmağı səhv yazmısınız təəssüf ki. 1 milyard dəfə demişəm. Yalan 1 milyard çox oldu, 1 milyon dəfə demişəm. Doğru deyərsiniz müəllim. Bəli, təqdimat yaratmaq fayldır, slayd yaratmaq home'dan insert. Təəssüf. Müəllim, Bəli. olar ki, ümumi sınaqları da atasız davamını. Ataram hə. Siz də ki yazın. İndi hansı qrupa, hara qədər atmışam, yazın qruplarınıza göndərin. Mən qeyd eləmişdim əslində 5-ə kimi atmısınız, Yenə digərlərini də deyib, atmaq baxın, lazımdır. yazın, baxıb göndərin. Yaxşı. Belə, inşallah sabah yenə görüşəcəyik. Vaxtı və testləri sizə deyəcəm. Videonu da qrupa göndərəcəm ki, yenə izləyin, bax belə rahat olsun işimiz. Sağ olun, salamat qalın. Sağ olun. Sağ olun müəllim. Sağ olun. Fatimə, burada deyəsən mən çıxsam qeyd eləməyəcək. Hostu mənə vermişdin. Yox. Verməmişdin. Amma məncə qeyd edir. Verim fərqi var yoxsa yox? Nə ver görək oğlum mənə. Aha. Hə, fərqi var imiş. Yaxşı, sağ ol. Yaxşı. Sağ olun.